Şikayətiniz nə ilə bağlıdır? Ay oğul, burada tikinti gedir. Bizim binamız qəzalı vəziyyətdədir. Hər an uça bilər. Bizim həyatımız təhlükə qarşısındadır. Biz üzümüzü tutub prezidentə deyirik, xahiş edirik, bizim vəziyyətimizlə maraqlansın. Burada tikinti getdikcə binada ev sirkələnir. Bütün hamı çatlaq əmələ gəlir. Hamı qorxur, həyəcan içində yaşayır. Xahiş edirik, bizim vəziyyətimizlə bizim prezidentimiz maraqlansın. Adiyyəti orqanlara getmişik, hamı başından eləyir. Burada deyir gedin tikintini dayandırmışıq, gəlir burada tikinti deyir ki, mənə qərar veriblər ki, get tikintini tik. Amma heç bir şeyə baxılmır, hamımızın vəziyyəti pis vəziyyətdədir burada. Vəziyyət budur ki, ay olur. Burada tikintilərindən ağır tonajlı maşınlar gəlir. Ağır tonajlı maşınların səsindən bina silkələnir. Elə bir ki, titrətmə tutmuş adamdır. Bizim prezidentimiz özü neçə dəfələrlə dedi ki, sahibkarlar tikdiyi yerdə sakinlərlə razılaşsın, kompensasiya versin. Bizim sahibkar da Nuh deyir, Peyğəmbər demir. Heç bir şey eləmir. Biz də qorxudan yata bilmirik. Sahibkara təhqir eləyir bizi. Ağızlarına nəgər danışırlar. Biz onlara yaxınlaşırıq ki, bizim vəziyyətimiz budur, binamız uçur. Pis vəziyyətdəyik, bizə bir əncam qılın. O ancaq bizi qayda təhqir eləyir. Hələ bir qabaqdan gəlmiş təhqir eləyir, Gedib polis çağırır, polisə verir. Polis mənə neynəsidir? Mən yol kəsməmişəm, adam öldürməmişəm, oğurluq eləməmişəm. Niyə polis çağırmasam məmsə? Mən niyə məhkəməyə verməsəm, polisə verməsəm? Mən haqqımı tələb edirəm. Mən yaşadığım günə sahada çağırım, baxın, görün. Ay dövlətim, gör nə vəziyyətdə yaşayırıq biz. Görsün də. Olmaz belə yerdə. Hamısı körpələrdir. Biz Qarabağdan qaçqın kimi qaçıb gəlmişik, bura gəlməmişik. Ölmək lazımdır, elə Qarabağda ölərdik. Onlar ermənidir, düşmandır. Buradakilərə nə olub? Kömək eləsin adiyyəti qurumlar. Biz məcbur qalmışıq. Bax, elə çadırlar qurub çadırlarda yaşamağa. Hələ içəridə girib çəkəsiniz, görəsiniz. Gir bizim təşkil şahbanına, qardaş, baxın, görün biz nə vəziyyətdə yaşayırıq. Bizim dövlətimiz, biz görmür ki, biz harada yaşayırıq. Görsün, xəbər olsun, xahiş edirik dövlətimizdən. Bizə bir əncam eləsin. Hamımızın evimizdə xəstəmiz. Dövlət səviyyəsində körçələrinə girin içərini də çəkin. Ümumiyyətlə bura bu günlər kimlər gəliblər ki, kimlər sizə Fövqəladə Hallar Nazirliyi rəy verib. Fövqəladə Hallar Nazirliyi rəy verib ki, bütün telekommunikasiya xətləri kəsilsin, təcili olaraq köçürülsün. O da köçürülür. Bizim əlimizdə aktlarımız var, bizim əlimizdə sənədlərimiz var, kağızlarımız var. Hər yandan almışıq biz sənədçi. Bu binanın qarşısında hündür məhtəbəli bina tikilə bilməz. Çünki bizim binamız hər an çökə bilər. Bunu Fövqəladə Hallar Nazirliyi bizim əlimizə sənəd verib. Amma ona baxmayaraq tikinti öz işini aparır, bizə təhqir elədiyi sözlər deyir. Biz qalmışıq belə, kimə müraciət eləyək, kimə deyək, hara gedək, dərdimizi kimə deyək ki, bizim dərdimizə bir əlac eləsin. bunun sökülməyi ilə bağlı onların əlində nəsə bir əsas varmı? Bəli, rəy var bizdə. Rəy var. Rəy var. 2014-cü ildən rəy verir. Rəy var. Bəs onlar nə istəyir konkret olaraq? Onların fikirləri nədir? Nə istəyirlər? Nə deyirlər sizə? Sahibkar bizi başından eləyir ki, bizə rəy veriblər ki, get tikinti tik. Bizə Hacbala müəllim icazə verib ki, get tikinti tik. Onlarla maraqlanma, gəl nə edirlər eləsinlər. Biz indi bilmirik kimə müraciət edirlər. Görmədiyimiz qapı qalmıyor, vay bala. Görmədiyimiz Hacbala müəllim dayandırdı Hər yerə tikintini, bir həftədən sonra yenə tikilir. sahiblər bizlə razılaşmır, kompensasiya vermir, bizi köçürtmür. Biz də qəzalı binada qorxuruq yaşayırıq. Necə yaşayaq? Necə yaşayaq? Binada da vəziyyət çox pisdir. Çox pis. Fövqəladə vəziyyət deyir ki, bu qəzalı binada nə üçün bir belə insan yaşayır? Tədbir görsün. Siz bu çadırlarda qalırsınız? Biz gecələr çalışa məcburuq ki, körpələrimizi daş altında öldürüncə elə çadırlarda qalmağı məsləhət görmüş, elə çadırlarda qalsın balalarımız. Bax, bir dənə zəhmət olmasa bu daşları çəkin. Bax, görürsünüz necə daşlar tökülür burada. Oranı da çəkin. Bax, orada da daş. Onları yığışdırıblar. Keçək zəhmət olmasa o içəriləri çəkin. Görün biz hansı Hamısı vəziyyətdə binanın yaşayırıq. daşları deyil mi? Ümumiyyətlə bu binada belə deyək də nə qədər ailə yaşayır? 114 ailə. 8 nəfər.
118 ailə yaşayır. 118 ailə. 114 nəfər, yarısı 45 ailə qaçqındı, qalanı da bu trestin adamlarıdır. Halbuki onlara vaxtdakı yer verəcəkdi trest, trest dağıldı, heç kəsə ev verilmədi. Onlar da bizim kimi bu məhkum olub qalmışıq burada. Biz məhkum olmuşuq. Torpağımızdan gəlmişik, burada da bizə heç Evimizi, kəs eşiyimizi, saraylarımızı Erməniyə verib gəlmişik. Gəlmişik, sığınmışıq bura. Burada da bize imkan vermirlər yaşamağa. Binanın içi də bu vəziyyətdədir. Armaturlar hamısı xarab oldu. Hamısı danışır, mən sözümüzü deyil. içi də bu gündədir. İçəri də kəssinlər, içəri də çəksinlər, içəri də çəksinlər. Bütün toxunalar yatacaq. Hamısı toxunalara girib O da yaxşıdır, içəri də yer. Kulağımızı çəkir, kulağımızı çəkir. Ağacımızı da sessiz alın. Ozma sındır ağacımızı. Dördüncü mərtəbədə əncir ağacı. Meyvə çıxır. Meyvə bitir. Salamı çəkmiş bu binanı, deyirdi ki, Azərbaycanda belə də bina var. Xahiş edirik ki, yaşadığımız evləri də çək. Yaşadığımız yerləri də bir içərdən də çək. Evlerde Biz Mehriban xanımdan kömək istəyirik. Prezidentimizdən kömək istəyirik. Bizim bu yaşadığımız vəziyyəti görsün. Heydər Əliyev fondundan kömək istəyirik ki, bizə kömək eləsinlər. Burada 45 ailə qaçqındır, qalanı da trestin işçiləridir. Burada Hamısı qalıblar, ev canları verməyiblər. qoyublar. Müharibə veteranları yaşayır burada. Şəhid ailələri yaşayır burada. Qaçqınlar, yerlilər hamısı yaşayır burada. çəkilin. Çox xahiş edirik, gəlin bir içərini də çəkin. Kaldırı çay. Artıq dərəcədə xahiş edirik sizdən. Gəlin bizim yaşadığımızı çəkin qoyun, prezidentimiz görsün ki, bizim əhalimiz nə tür yerlərdə yaşayır. Gəlin orada dəyəlim. Kaldırı da dağılıp geldim. Aman polis. Gecə gündüz çəkil şartlarısınız. Deyil, Allah yetirib. Ehtiyatlı ol qardaş, ayağım orada çalalar var. Düşər çalıya qolunu qılçaqırlar. Buradan ehtiyatlı keç qədər. Gel burada. Ben patronum çeksin ondan. Gel gel. Gel bax, gel. Bax. Bizim yaşadığımız yer bax, buraya bax. İyi vermeyin yani. Başımızı Gel hadi gel. Su damlıyor bizim içeride. Sarı çıx, ikinci mərtəbəyə də çıx qadın. Ben bu kaldırı baş tarafta gel. Çəkdirəcəm. Bir də yol başında çəksin, sonra çıx. Başı Gel qardaş. Yeşillik koyuyor. Gel o tarafa bakalım. Ayaklarını çarpmış çekilin. Orada çekilin. Ya bak topun üstüne bak uşak getir. Oranı çekiyor. Aldı. Ehtiyatlı ol, qıçaların ayağını çok olun, qıçasına. Arabalara bak. Ehtiyatlı olun. Yerlər də çəkin olmur. Yerdəki vəziyyət də çəkin ki, cəmaət də çəkin yox. Yaşadığımız yer bu. Çəkdə çəkin atı belə qoyun çəksin. Dağılıp gelir. Budur. Keç o tarafa, hamamızın tuvaletimiz. İnsanlar bu cür vəziyyətdə yaşayır. Keçidəyə çək. Yaşadığımız hamam tuvalet, buxlamız budur.